Axşamınız xeyir balaca dostlarım. Hər gecə olduğu kimi bu gecə də yeni bir nağılla görüşünüzə gəlmişik. Bəs siz necə? Hər gün bizimlə görüşməyə tələsirsiniz? Elə isə sizi çox gözlətmədən başlayaq. Bu axşam sizə almanların Nəğməkar Qazlar və Tülkü adlı nağılını danışacağam. Bir gün özünə yeməyə bir şey axtaran ac tülkünün bəxti üzünə güldü. Belə ki, o yamyaşıl çəmənlikdə otlayan qaz sürüsünə rast gəldi. Qazların yanında nə sahibi vardı, nə də onları qoruyan it. Tülkü pəncələrini ovuşdurdu. Sanki hazır yeməyə dəvət olunmuşam. Bu qazları bir-bir yeməkdən başqa işim yoxdur. Qazlar tülkünü görəndə az qala qorxudan öləcəkdilər. Amma deyirlər, olacağa çarə yoxdur. Qazlar boş yerə ağlayıb sızladılar. Tülkünün onlardan əl çəkmək niyyəti yox idi. Ürəyinizdən başqa heç nə keçmir ki? 40 ildə bir qismətimə sizin kimi yağlı qazlar çıxıb. Qismətimdən üz döndərərəm. Məni axmaq hesab etmisiniz? Qazlar canlarını qurtara bilməyəcəklərini anladılar. Buna görə də ən yaşlı qaz belə dedi. Hörmətli tülkü, bizi yeməyinə bir sözümüz yoxdur. Amma son arzumuzu yerinə yetirməyini istəyirik. Hə, bu ola bilər. Söyləyin görüm arzunuz nədir? Biz nəğmə oxumağı çox sevirik. Hamımız bir-bir sıra ilə nəğməmizi oxuyaq. Oxumaq bizə ölümü, kədərimizi, acı taleyimizi unutduracaq. Nəğməsini oxuyub bitirəni dərhal yeyə bilərsən. Sən yeyib bitirənə qədər başqası oxuyar. Sən də yeməyini bizim nəğməmizin müşayiəti ilə yeyərsən. Xahiş edirik, bu istəyimizi qəbul et. Yaxşı. Birinci qaz boynunu kəndə doğru uzadıb qışqırmağa başladı. Birinci bitirən kimi ikinci başladı. Üçüncü də ona qoşuldu. Tülkü öz-özünə düşündü. Artıq yeməyə başlaya bilərəm. Elə bu vaxt kənddən bir neçə nəfərin əlində balta ilə ona tərəf qaçdığını gördü. Tülkü qazların onu aldatdığını anladı. Lakin artıq gec idi. Tez qaçıb canını qurtarmaqdan başqa çarəsi qalmadı. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.